Mən Abdullayev Xəzər Sərdaroğlu, özüm 18 iyun 1989-cu ildə Şuşa şəhərində anadan olmuşam. 2007-ci ildə isə ordu sıralarına əsgər olaraq xidmətə başlamışam. 2008-ci ildə xüsusi təyinatlı qüvvələrdən seçim gəldilər. Yaxınlaşdı, bir sual verdi ki, görkəmin idmançı görkəminlə nə məşğul olursan? Dedim, heç nə, İngil atletika ilə məşğul oluram. Və haralısan? Sualım verdi, dedim, Şuşa şəhərində dünyaya göz açmışam. Başqa sual verdi, bu adam elə bizim adamımızdır. Müharibəyə gedəndə mən hazır idim. Çünki bizi, necə deyim sizə, bu təlimlərlə, zadla, yəni getməklərlə hazırlamışdılar da, belə deyək. Biz toya gedirmişik kimi bir sevincisi var idi. Düşüncəmdə bir şey var idi. Görən qismət olacaq öz dünyaya göz açdığım evi görmək. Məktub yazıb qoymuşdu. Yəni birdən şəhid olsam, yoldaşıma verərsiniz də, belə bir şey. Amma bizlə sağollaşmamışdı. Cəbrayıl istiqamətində biz döyüşə başlamışdıq. Desant və minamyot atdığıma görə müəyyən bir mövqelərdən əsas güc silahı məndə idi. Bizim olduğumuz yerə başladılar minamyot atəş eləməyə. Minamyot atəş eləməyə həmənki arxada olan döyüş yoldaşımız minamyot 10 istiqamətində düşdü. O dərədən yıxılanda ayağı sındı. Ayağı sındı, məcbur onu təxliyə eləmək məcburiyyətində qaldıq. Təxliyə ərəfəsində məcbur idim sursatımı aparım. Boş silahı aparmağın mənasızdır. Artıq sursatı da özümü daşıyırdım və çətinliyini daha çox o döyüş sahəsində adam hiss edir. Biz hərəkət ərəfəsində başladılar yenə bizə artilleriya atəşinə tutmağa. Mərminin ikinci atışında tam yerə sipər oldum. Düz səngərin üstünə düşdü, torpaq üstümü açdı. Torpağın altından bir təhər çıxdım, qışqırdım ki, mənim yanıma heç kim gəlməsin də, yəni mənim yanıma vururlar. Böyük bir mövqedə atışmamız düşdü. Mən sursatlarımı atdım, artıq sursatım bitmişdi. Allah yarov rəsim, mənim Qərəcə rəsim çox mərd bir oğuldu. Dedim, minamyotu sənin yanına qoyuram, sursatım bitməsin. Başladım yaralılara kömək edeyim. Bir yoldaş var idi, gördüm o da kəllə beyin travması alıb qaytarır. Üz üstə çöndərdim, gördüm yavaş-yavaş özünə gəlir. Geriyə qayıdıb o birisi yaralılara kömək edib, kvadratsikl götürmək gəlmək niyyəti ilə gələndə hiss elədim yanıma nəsə düşdü. Hiss elədim düşdü və ondan sonra yadımda heç nə qalmadı. Özümə gələndə gördüm xəstəxanadayam. Tibb bacısı yaxınlaşdı, dedim bir dənə xahiş eləmək həkimi çağırın da. Çağırdı həkimi, dedim həkim əzalarım yerindədir, qopmayıb, dedi, yox, narahat olma, yaxşısan. Dedim, təkrar xidmətə qayıtmaq istəyirəm. Dedi, yox, mən səni belə buraxanlaram. Dedim, doktor, əzalarım yerindədir, əl-ayağım tutur. Özüm cavabdayam, heç bir sıxıntı yoxdur, qayıdıram. Mən təkrardan yenə də fəaliyyətə qoşuldum. Müharibə ərəfəsində yağış yağan günü, hər halda hər kəsin yadındadır. Burada ailəmiz və bizi sevən insanlar həmişə danışır. Deyirdi, yağış yağanda biz düşünürdük, siz orada nələr çəkirsiniz. O yağış yağan gecəsi bizim çox çətin bir döyüş tapşırığımız oldu Cəbrayıl istiqamətində. Başladıq hücuma girməyə, bir təpəli idi, qayalıq idi. Hiss elədim qarşıma nəsə düşdü. Bu əl qumbarası atdı, səngərin içindən. Qaldırdı, məni qayaya çırpdı. Qayaya çırpdı, qayadan da biraz elə bir ki, dumurlandım. Sağ çiynimdən sınıq olub, iki dizlərimdən sınıq olub. Onurğam zədələnmişdi, artıq başım yəni o deyildi. Təsəvvür edin, səhərin açılmağını gözləyirik, təxliyəni gəlməyini gözləyirik. Zəng gəldi evə, Şirvan xəstəxanasından Əli Bayramlı, belə deyək. Yoldaşımız yaralanıb, dedik necə yaralanıb, dedi eşitmir, yəni narahat olmayın da, amma yaxşıdır. Mənə eşidirsən, deyir, hiss edirəm qışqıra-qışqıra danışır məndən, səs biraz zəif. Bəli. Dedi, yenə qayıtmaq istəyirsən? Dedim, mən yenə qayıtmaq istəyirəm, mənə biraz gülümsədi. Dedi, də qoymayacam səni qayıdasan, get özünə gəl, sonra qayıdarsın. Göndərdilər, Bakıya gəldim, çatdım. Biraz müalicələr ərəfəsində məni evə göndərdilər.
Artıq hamı xəbərdar idi ki, Xəzər gəlir, yoldadır. Hətta mən aşağı düşmədim, yuxarıdan pəncərədən baxırdım. Yəni millətimiz bayraqlarla Xəzəri necə qarşıladığını görəndə fikirləşdim ki, yəni bu şəhidlərimizin qanı, qazilərimizin canı, yəni boş hədərə getməyib də. Yəni həqiqətən çox qürur verici idi. O səhnə çox qürur verici idi. Niyyət və məqsəd xüsusi təyinatlının Qarabağda tək yox. Bayaq da dedim, tarixdə bizə olunan zülmlərin qisasını almaqdan başladı. Bütün dünyaya bəyan olundu ki, xüsusi təyinatlı nəyə qadirdir və xüsusi Azərbaycan millətinə olunan zülmün qisasını qeyrətli bir millət kimi öhdəsindən gəldik.